Salam hörmətli tamaşaçılar, əziz Qarabağlılar. Bugün Xocalının Ballıca kəndindən sizi salamlayıram. Hər dəfə Qarabağın müxtəlif nöqtələrindən çəkilişlər edirdik. Fikirləşdik ki, bugün gələk Ballıcada gözəl bir ailənin qonağı olaq. Məhz ona görə də bugün təbiətin çox gözəl bir məkanından, dağların qoynunda yerləşən Ballıca kəndindən sizi salamlayıram. Bildiyiniz kimi 1992-ci ildə məhz fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı qüvvələrinin qəfil hücumu zamanı qətliam törədildi və 600-dən çox Xocalı sakini, qoca, cavan, yaşlı, uşaq demədən hər birisi həmin qətliamın qurbanı oldu. Və digər Xocalı sakinləri isə məcburi köçkün vəziyyətinə düşdülər. Onlar öz canlarını qurtarmaq üçün Xocalıdan didərgin düşdülər. Və 30 il həsrətdə yaşadılar. Onlar arzusu ancaq ondan ibarət idi ki, vaxt gəlsin, biz Xocalımıza, öz elimizə, obamıza, öz doğma yurdumuza qayıdaq. Elə məhz Ballıca kəndində 2024-cü ildə ilk köç həyata keçirildi. Ballıca kəndi deməli indiyənə qədər məlumata əsasən böyük qayıdış proqramına uyğun olaraq 191 ailə 787 nəfər insan məhz bu doğma yurda, bu gözəl təbiətin qoynunda yerləşən kəndə köçüb. Mən bugün isə Orxan Şirinli olaraq bir ailənin qonağı olacağım. Burada diqqətimi gözəl bir məkan çəkdi. Elə dağların ətəyində yerləşən gözəl bir evdir. Burada insanlar demək olar ki, yerli və xarici turistlər üçün xidmət göstərirlər. Elə məhz Kosalar Kənd Məhsulları adlı bir ailə biznesi qurublar. İndi biz bu ailənin qonağı olacağıq. Görək, onlar bizi Ballıcada necə qarşılayacaqlar. Xoş gördük Niyaməddin bəy. Xoş gördük. Necəsiz? Sağ ol. Xoş gəlmisiniz öz eliniz obanıza. Salamlayıram sizi. Çox sağ olun. Bu gözəl təbiətin qoynunda yerləşən, doğrudan da bu gözəl Ballıca kəndində sizi salamlamaqdan qürur hissi keçirdirəm. Çox sağ olun mən. Necədir burada həyat? Necə Çox yaşayırsınız? Nə vaxtdan köçmüsünüz bu əraziyə? 25-in fevral ayının 24-dən köç eləmişik. Fevralın 24-də. 25-dən köç eləmişik. 25-dən. Çox şükürlər olsun üçün Qarabağ torpağında yaşayırıq, qayıtmışıq öz vətənimizə, öz elimizə, öz obamıza qayıtmışıq. Bugünkü günlərə çox şükürlər olsun. Qarabağda özümüz üçün biznesimizi qururuq. Hər kəs öz işini... Elə gələndə diqqətimi çəkdi. Burada belə kiçik bir ailə biznesi qurmusunuz, kafe tipli, yerli və xarici turistlərin gəlib burada istirahət etməsi üçün, ayaq saxlayıb istirahət etməsi üçün olan bir yerdir. Elə evinizin həyətində açmısınız. Bəli, baxın. Necədir? Dolanışıq varmı? Çox şükürlər olsun. Xarici qonaqlar da gəlir. Bura. Yerli sakinlər də gəlir. Havası gözəldir, gəlməlidir əlbəttə ki. Havası gözəl, təbiəti gözəl, bulaqları saf. Qarabağın hər qarışı gözəldir. Bəli. Ballıca kəndinin sakinləri nə ilə məşğuldular burada? Arıçılığı bilirəm ki, burada çox gözəl arıçılıq təsərrüfatı qurublar. Dövlət məşğulluq xidmətini sizə yönəldib. Yəni burada insanların məşğulluğu üçün əllərindən gələni edirlər. Məsələn, arı təsərrüfatı ilə məşğul olanlara arı ailələri verilir. Daha sonra heyvandarlıqla məşğul olanlara heyvan verilir. Siz də öz biznesinizi qurmusunuz. Kosalar Kənd Məhsulları adlı kiçik bir biznes qurub Niyaməddin bəy öz evinin həyətində. Və inşallah ki, uğurlu olar. Elə bu çəkilişdən sonra da kim Xocalıya, Ballıcaya gəlsə, Niyaməddin Ağayevin bu gözəl kafesində qonaq olsun. İndi bizi qonaq edəcək. Mən gəldim, gördüm ki, burada artıq siz oturub çay içmişdiniz. Buraya gələn turistlərə xidmət edirdiniz. Necədir? Yaxşı pulu verirlərmi? Çox şükür, hər şey qənaət bəxşdir müəllim. Neçə nəfər qalırsınız? Ailə üzüm 3 nəfərdir. Bir övladımdır, bir yoldaşım üzr istəyirəm. 3 nəfərdən ibarətik.
durumumuz çox yaxşıdır. Şükür Allah. Ballıca sakinləri də işi olan hər kəs öz işi ilə məşğuldur. Bəli. Qoçaq cəmaatdır, zəhmətkeş cəmaatdır. Torpaqla məşğul olan, əkin-biçinlə məşğul olan, əkin-biçinlə məşğuldur. Sənəti olan sənəti ilə məşğuldur. Müəllimliyini edir. Hər kəs də dolanışığın belə öz sahəsinə uyğun qurur. Şükür Allaha. Bizim də elə uyğun bildiyimiz bu sahədir, Qutabdır, Kətdir, Kətədir, kənd məhsullarıdır. Bununla da məşğul oluruq. Dolanışığımızda çox şükürlər olsun ki, yaxşıdır. Elə biz dağa istirahətə gedəndə yol kənarında kətə bişirən, qutab bişirən xanımları görürük və onlar da öz sahəsinə uyğun pullarını qazanırlar. Elə siz də çox ağıllı iş görmüsünüz ki, bax belə təbiətin qoynunda çox sərin bir havası olan bir kənddir, Ballıca kəndi. Elə belə bir yerdə öz kiçik biznesinizi qurmaq, doğrudan da sizin üçün öz ailənizin inkişafı üçün, pul qazanmağınız üçün çox gözəldir. Çox şad oldum müəllim. Siz kimi qardaşlar da bura gəlirik. Biz Ağdamlıyıq. Elə Elin obanın övladısınız. Allah köməyiniz olsun. Qarabağlıyıq. Çox şad olmam ki, siz kimi dəyərli qardaşlar gəlir. Çox sağ olun. Elə mən Qarabağın bütün bölgələrindən çəkilişdə oluram. İstədim ki, bu gün də Xocalıya, Ballıcaya gərək. Elə gəldim, çox sevindim ki, sizin kimi güləriz, mehriban bir ailənin qonağı olmuşam. İnşallah ki, Allah sizə uzun ömür can sağlığı versin. Nəvə nəticə yiyəsi olasınız. Bax, burada xoşbəxt yaşayasınız. İndi bizi minlərlə insanlar izləyəcək. Məhz buradan, Xocalıdan nə deyə bilərsiniz məhz Azərbaycan xalqına öz həyat şəraitinizlə bağlı? Allah elimizi, obamızı qorusun, qardaş. Bu Qarabağın hər qarışında, hər qarış torpağında Azərbaycan igidlərinin, xanımlarının əziyyəti var. Əlbəttə. Çox əziyyət çəkdilər. Mən özüm cəbhə bölgəsində yaşamışam, şahid olmuşam. Azərbaycan qadınları evdən balalarının cehizliyi, yorğan döşəyin, isti geyimlərini gətirib hərbiçi qardaşlarımıza verirdilər ki, Qarabağ azad olunsun. İsti geyimlə geyinsinlər. Evdən şirniyyatları, mürəbbələrini gətirirdilər. Qarabağın işğalına bütün xalqımızın böyük əziyyəti var. Biz Qarabağlılarda o əziyyəti gərək itirməyək. Hər bir kəsə dərin təşəkkürümü bildirəm Azərbaycan xalqına ki, bu günləri bizə yaşatdı. 33 il həsrətə son qoyduq. Ona görə də çox şükürlər olsun ki, vətəndəyik. Xocalı bizim həssas yerimiz idi. Bəli. İndiyənə kimi, torpaqlar alınana kimi inanmırdıq ki, nə vaxtsa biz məhz bu torpaqlarda bildiyiniz kimi qətliamlar törədildi. Buradakı insanların, doğrudan da buradakı insanlar çox əziyyət çəkdilər. Amma indi 33 il sizin sözünüz olmasın, 33 ildən sonra arzuladığımız doğma yurdumuza qayıtmışıq. Eləcə də siz. İnşallah biz də Ağdam şəhərinə qayıdacağıq. Çox şükürlər olsun. Həmişə Ağdamlılar, Xocalı sakinləri bir-birindən qardaş, mehriban olublar. Bizlə elə Xocalı arasında elə də bir məsafə yoxdur. Həmişə ticarətimiz olub, gedib gəlişimiz olubdur. Şükür Allaha ki, mən çox sevinirəm ki, siz də öz doğma yurdunuza qayıtmışsınız. İndi istəyirəm mənə bir evin həyətini, ərazini göstərəsiniz. Xalqımız da əyani şahid olsun ki, dövlətimiz sizi necə bir evlə təmin eləyibdir. Bildiyiniz kimi, Ballıca kənd sakinlərinə, yəni burada yaşayanlar üçün bütün infrastruktur qurulubdur. İçməli suyla təmin olunubdur, qaz xətti çəkilibdir. Sürətli internet xətti ilə də təmin olunubdur. Elə görürəm ki, maşallah, güzəranınız yaxşıdır. Özünüz də gələn kimi gözəl kiçik biznesinizi qurmuşsunuz. Allah Teala həmişə sizi burada mehriban yaşamağa nəsib eləsin. Çox sağ olun, Orxan mənim. Çox şad olmam ki, siz kimi dəyərli qardaşlar təklif buyurubdur, gəlmişsiniz. Allah sizləri var eləsin, Allah xalqımızı qorusun. Amin inşallah. Allah Azərbaycan xalqını qorusun. Sağ olun. Çox şükürlər olsun. Çox sağ olun.
Bəli, indi biz kətənin bişirildiyi nöqtəyə doğru gedirik. Mən istəyirəm ki, bax, həqiqətən əyani şəkildə tamaşaçılar görsün ki, həqiqətən də ocaqda bişir. Bax, Niyaməddin bəy özü burada odunları gətirib ki, qəşəng ocaqda inşallah ki, həmin kətələri bişirib insanlara təqdim eləsinlər. Özləri üçün də burada gözəl bir mətbəx yaradıblar. Buyurun, buyurun. Kesin. Bəli. Elə burada əyani şahid olursunuz ki, elə kətə, baxın, peçdə, ocaqda bişir. Gəl ocağı da çək. Tam inansınlar ki, həqiqətən də bura gəlib bu kətədən yemək lazımdır. Baxın. Gör nə gözəldir. Maşallah. Özü yekə də ha. Gör nə yekədir. Qarabağ kətəsi böyük olur. Qarabağ kətəsi biz böyük olur. onu yaşadırıqsa gərək hər şeydə diqqət yetirək. Əlbəttə ki. Stilinə Bu gələndə burada var idi mi? Yoxsa yox, bunların hamısını özüm. Eləmi? Vallahi hər bir şeyin özüm eləmişəm. Maşallah olsun. Maşallah ki, Elə görünür ki, Niyaməddin bəy çox bacarıqlı insandır. Gələn kimi də maşallah olsun, əlindən gələni edib ki, öz ailə güzəranını qursun, yaratsın, inkişaf elətdirsin, pulunu qazansın. Çox şükürlər olsun Cündəm müəllim. Çox yaxşıdır, işimizdən razıyıq. Sizi kimi dəyərli qardaşlar gəlir, çəkiliş edir. Əziyyətlərinizi halal edən. Borcumuzdur. Sizlər sağ olun. Dövlətimizin gördüyü işləri, doğrudan da o gözəl işləri, qurduğu, yaratdığı infrastruktur layihələrini mən həmişə özümə borc bilmişəm ki, çatdıram məhz xalqımıza. Görsünlər ki, Qarabağda necə gözəl işlər gedir. Elə sizin kimi gözəl bir ailənin qonağı olmaq həqiqətən də mənim üçün qürur vericidir ki, Xocalı sakininin evində qonaq olmuşam. Baxın, gözəl kətə hazırlanır. Gəlin görək bu necə hazırlanır. İndi bax elə bükülür ki, o ocağa qoyanda açılmasın. Bəli. Maşallah olsun. Əliniz bərəkətli olsun. İndi kətənin biri də qoyuldu. Bizim indi bu çəkilişdə Müşfiq qardaşımız da iştirak edir. O biraz maşallah olsun. İştahı yaxşıdır, yeyəndir. Ona görə də elə deyirəm ki, bu kətədən pişsin, gedək ondan nuş eləyək. Nuş eləyək. İndi qardaşı bizə təqdim eləyəsiniz. Bu qardaşımız burada sizin nəyinizdir? Hoş geldiniz. Xoş gördük. Necəsiniz? Allah kömək. Qardaşım Ağayev Əli Yaşaroğlu, qardaşım oğludur. Qardaşınız oldu. Böyük qardaşımın balacası 15 övladıdır. Sağ olsun, əmsinə dəstəkdir. Maşallah Ailə olsun. biznesidir. Bu da mənim elə bir Orxan mənim sağ qolumdur. Hə, maşallah. Əmsinin yanındadır hər zaman. Gələn gedən siz kimi qonaqlara, qardaşlara Qarşılayır, gözəl də xidmətlədir. xidmət Bəli. eləyir. Gözəl də etikası, özü də gözəl gitaristdir, tarzəndir. Eşitdiyimə görə Ağdam Musiqi Kollecində təhsil alır. Bəli, bitirdi deyirlər oranı. Bitiribdir demək olar ki. İnşallah ki, sən də öz sahənə uyğun işlə təmin olunarsan. Allahın köməyi. Sağ olun. Allah sizi. Doğrudan da çox elə üzünə baxanda bilinir ki, necə ləyaqlı, mərifətli, qanacaqlı oğlandır. Elə ilk öncə gələndə kamera arxası da çox da gözəl qarşıladı. Allah köməyini. Lazım olan şeyləri də mənə başa saldı, bildirdi. Sağ olsun. Elə üzündən bilinir ki, necə nurani, gözəl oğlandır. İnşallah ki, taleyin də üzünün nuru kimi gözəl olsun. Çox sağ ol Orxan müəllim. Həyatın keşməkeşliyi yox, əla keçsin. Şansında bol olsun inşallah. Allah sizi var eləsin. Maşallah. Gedək sizin əlinizdən bir çay çək görək. Kosalar Kənd Məhsulları kafesində necə bir ləzzətli çay verirlər. Gedək ona bir şahid olaq. Buyurun. Yok, sen neye gözlüyorsun? Yok, ikinci şeyler var. Bəli, hörmətli tamaşaçılarımız. Kətələrimiz də gəldi. Niyaməddin bəy çox sağ olsun, əziyyət çəkib. Siz sağ olun. İndi mən bunun içinə çiyədən qoya bilərəm. Pol, çiyədir. Qarabağlar qaymaq Maşallah. deyirik də biz. Bu hara çiyəsidir belə? Elə Ballıcanın. Ballıcanın özünün çiyəsidir.
Operatorumuz yaxından çəksə. ona Kamil belə- qardaşımız var, onun təsərrüfatının məhsulu. Maşallah, maşallah. bərəkət. Sağ ol. Özdə isti-isti elə ocaqdan götürülüb, gətirilib maşallah. Əziyyət çəkdim bu gün xeyla. Xoşdur müəllim, əziyyət deyil, xoşdur bizim üçün. Allah köməyin olsun. Sizlər əziyyət çəkirsin. Baxın. Dəyərli qardaş. Bax belə xidməti, hörmətli tamaşaçılar, gəlin, burada görün, həqiqətən də. Yolunuz Xocalıya, Ballıcıya düşsək, hökmən məhz Kosalar Kənd Məhsulları kafesinə gəlin. Burada yüksək səviyyədə xidmət. Baxın, bizim kətəmiz, çiyəsi, sonra qaymaqlı qatığı, ayranımız, çayımız, yəni həqiqətən də yüksək səviyyədə xidmət olunur Niyaməddin bəyin gözəl kafesində. Gələndə mütləq bura gəlin, bu kətənin dadına baxın. Yemişik. Allah razı olsun. Sizlər sağ olun müəllim. Çox gözəl. Təşəkkür Buranın edirəm. havası elədir ki, çox sərindir. Baxmayaraq ki, yaydır, amma hava küləkli, çox gözəldir. Elə belə yayın istisində gəlib belə sərin yeri tapanda insan istəyir ki, bax belə təamlardan datsın. Çünki bura gələndə adam iştahlanır. Elə Yox, deyil mi? müəllim, mənzərəyə baxanda Hə. deyə bir 100 metr belə də aşağıdan çay axır da, bax o dərədən belə Hə. çay axır. Çayın sərinliyi, səsi, təbiətin sünkar gözəlliyi, nə desən də. Bəli. Elə bu mənzərəyə qarşı da insan necə iştahlanmaz? Vallahi. Bu gözəl kətəni yemək. Təbiətin itkisi ilə inşallah müəllim. Allah sizi kimi qardaşları var eləsin. Gələn Allah sizə də qardaşlar, dostlar Uzun ömür çoxdur. versin. Sizlər sağ olun müəllim. Dəyərli insanlarımız çoxdur. Gəlib burada təamlardan dad edirlər. İstirahət edir. Bəli, çox. Maşallah. Gör necə Turlar gözəl gəlir. sərindir. Orxan müəllim, Allah yaxşı şey görürsən bir də ekaruslarla o Hı hı. başqa rayonlardan tur təşkil edirlər, gəlib qonağım olurlar. Ha. Adətən buranın məsələ deyək də axşam sərini. Axşam sərini daha çox. Bu da Hələ heç bax vaxt ki- saat Hə, 12-yə qalır. bəli. Hələ gün ortadır da. Şükür. Çox şükür. Təsəvvür elə olsun. axşamı necə soyuqdur. Hələ Hə. indi belə sərinlikdir. Gör Hə, axşam. axşamın tacı Heç biz. buranın yaydan xəbəri yoxdur Yox, deyərdim mən- ki. Biz heç demiyorlar ki, isti görmürük. Ha, maşallah Hə, olsun. Maşallah olsun. bəli. Özdə o balkon var idi ha. Hə. Yuxarıdakı o balkon. Onun nə desin? Elə orada bir kravat qoyub ha, yatmaq və nə desin? nə ditilisi, ağza qanadı, Yox, yox, heç bu heç heç həşəratı yox. Heç Maşallah olsun. təbiət. Hökmən ki, hörmətli tamaşaçılar, yolunuz Xocalıya düşəndə Ballıca kəndinə gəlin. Bəs bu gözəl təamlardan dadın. Elə Ballıca da istirahətinizi edin. Doğrudan da bura möhtəşəmdir. Hörmətli tamaşaçılar, bu günləri Xocalının Ballıca kəndində Niyaməddin Ağayevin evində qonaq olduq. Doğrudan da mən çox sevindim ki, belə gözəl nur üzlü qardaşımızın evində Çox sağ qonaq olun. olduq. Allah səndən razı olsun. Çox da gözəl süfrə açdı, bizi qonaq elədi öz ailə biznesində. Kənd məhsulları, Kosalar Kənd Məhsulları kafesində sizin də yolunuz düşəndə hökmən ki, məhz bu gözəl təbiətin qoynunda yerləşən Ballıca kəndinə gözləyirik. Hər biriniz ayaq saxlayıb yolunuzu məhz bu kafedən salın, gözəl təamlardan dadın. Mən sizə təşəkkür edirəm Niyaməddin bəy. Allah köməyiniz olsun. Çox da gözəl qarşıladınız. Allah canınıza Var olun. sağlıq versin. Allah ruzinizi başınızdan töysün inşallah. Çox sağ olun əziz Hər şeyə qardaşlar. görə çox sağ olun. Siz sağ olun. Şad oldum ki, mən də sizi kimi dəyərli qardaşlarla tanış oldum. Allah Mənim razı üçün olsun. xoşdur ki, zəhmətinizi halal elən. Halal xoş Əziyyət olsun. çəkib gəlmisiniz. Nə vaxta gəlsəniz Borcumuz gözümüzdə var. yeriniz var. Çox Sağ sağ olun. olun mənim. İnşallah tez-tez gələcəyik. İnşallah qardaş. Sağ olun. Növbəti dayanacağımız isə Xanyurdu kəndi olacaq. Oradan gözəl reportajla yenə də mən bloger Orxan Şirinli qarşınızda olacağam. Sağ olun, salamat qalın. Sağ olun. Heç vecinə deyil ha yəni. Yox, indi vecinə olur. Gözəl bir qardaşın qonağı olacaq. Nərman Abbasov, xoş gördük sizi. Hoş geldiniz. Bu günləri çəkilişimiz Xan yurdunda Nərman Abbasovun evində olacaq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, veteranlarımıza can sağlığı versin. Allah prezidentimizə can sağlığı versin ki, Amin inşallah. bugünkü günü bizə Bəh, nəsib bəh. elədilər. Bu təbiətdə kim yaşamaz? Əlbəttə ki, hər kim Vallahi, yaşamaq yəni istəyir.
Buranı qoyub mən şəxsən Bakıda yaşamaram. Düzdür, hamısı bizim üçün doğmadı, Düz. amma yəni öz Yaşıl elimiz bir obamız. ərazidir. Çox sağ olun, əziyyət çəkmisiniz. Nə əziyyət var qardaş, xoşdur. Allah razı olsun. Valla, biraz Cümləmizdən. axşam küçün qolsuz oturamam. Yəni mən nəsə Çətin olar burada Hə, axşam gödəkçə axşam. geyinməsə mümkün olmur. adi bir şey, Yayın istisində həqiqətən də bura nazik cənnət. bir şeylə yatmaq mümkün deyil. Çünki bəli. Hörmətli Bu mənim oğlumun tamaşaçılar, otağıdır. Oğlum idmançıdır. Bəli. Maşallah olsun. 2 dəfə Azərbaycan bayrağını Türkiyədə dalğalandır. Avropa dünya çempionudur. Dünya Maşallah. kubokunun sahibidir. Bir otaqdır. Bu o bir uşaqların otağıdır. Geniş bir otaqdır. Baxın hörmətli tamaşaçılar. Bu mənzərəsi də budur. Pəncərədən Hə, mənzərə- baxdınız, dağ mənzərəsi. Zal da qonaq otağı da çox genişdir. 9 metr uzunluğu var. Eni nə qədər olar? Eni 5 metrdir. Maşallah. Bəli, hörmətli tamaşaçılar, Xan Yurdu kəndində, dağların qoynunda gözəl bir məkanda yerləşən bir kənddə, gözəl bir evdə elə gözəl bir qardaşın qonağı olacağıq. Nərman Abbasov, xoş Sağ gördük ol, sizi. xoş gördük. Necəsiniz? Xoş gəldiniz. Bu günləri çəkilişimiz Xan Yurdunda Nərman Abbasovun evində olacaq. Gözəl Xoş geniş gəldiniz. bir ərazisi var maşallah. Maşallah. Nə vaxt gününüz evlə təmin olunmusunuz? Oktyabr ayında evlə təmin olunmuşuq. Şükürlər olsun. Allaha şükür, yəni bu cür torpaqlarımıza gəlmişik, burada yaşayırıq. Mən özüm 33 il Bakıda yaşamışam, amma bugünkü gün bu gözəllikləri, bu təbiəti görürəm, öz elim obamı, yəni burada yaşamağa qərar vermişəm ki, öz elimdə obamda yaşayacağam. Evlatlarımı şükür. burada böyük edəcəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, veteranlarımıza can sağlığı versin. Allah prezidentimizə can sağlığı versin ki, Amin inşallah. bugünkü günü bizə nəsib elədilər. Allah bütün əziyyət olanlara can sağlığı versin. Bu torpaqlarda bizə bəxş eləyənlərin hamısını can sağ eləsin. Şükürlər sağ olsun. Siz də xoş gəlmisiniz Maşallah, bizim gözəl yurdumuza. belə dağın ətəyində yerləşən gözəl bir kənddir. Valla Yaşıllıqları olan, uzun ömür yaşamaq istəyirsənsə Qarabağ Qarabağ torpağında yaşa. torpağında yaşamalısan. Valla, yəni şükürlər olsun. Mən yəni qərarımı bura vermişəm, burada da yaşamağa davam Təsəvvür elə, edəcəm. indi gəlişə danışaq. Təsəvvür edin, yayın ən isti günlərindən biridir normalda Azərbaycanda. Bəli. Amma biz gəlmişik Xan Yurduna. Buradakı havanı görəndə, bu sərin havanı görəndə, bu dağları, bu meşəliyi, Hamısı mənzərədir, bu Allahın təbiəti görəndə möcüzələridir. adamın ürəyi Hələ indi açılır. belə qolsuzla Bəli. biraz sərinlikdir. Axşam bu qolsuzla biz otura Mümkün bilmirik. deyil Mümkün deyil oturmaq. oturmaq. Sizdən öncə Ballıca kəndində Hə, Niyamədin orada Ağayevin gözəl qonağı təbiəti var. olmuşduq. Necə sərin, mükəmməl belə havası var, inanırsınız. İnsan elə köçüb gəlib Mən burada sizə bir yaşamaq şey deyim istəyir. də, buranın havasından da bir şey deyim. Bax, bizim qohumlar var, köçüşlər bura. Hı hı. Zobu olan var, and ola Allaha bir dərman atmır. deyirlər onu. Şəkər olan var, təzyiqi olan var, burada bir dərmandan istifadə eləmir. Hı hı. Buranın təbiəti, buranın havası. Gözəl. Şükür Allaha ki, bugünkü günü bizə nəsib elədilər. İndi bizi ərazini göstərin, zəhmət olmasa. Orada Burada mən bağımda... Maşallah. Maşallah gününüz bağınız da olsun. genişdir, Bu yaşıl tərəfdə də var ərazidir. hələ. Bəh. Bu təbiətdə kim yaşamaz? Əlbəttə ki, hər kəs Vallahi, yaşamaq yəni istəyər. Buranı qoyub mən Baxın. şəxsən Bakıda yaşamaram. Düzdür, hamısı bizim üçün doğmadı, Düz. amma yəni öz Yaşıl elimiz bir obamız. ərazidir. Yaşıllıqla Hə, Allah- əhatə olunub. Şükürlər olsun. Nərman bəyin Allah razı bağçası. olsun. Həqiqətən də O tərəfdə də Çox indi gözəl. başqa işlə də işləyirəm, amma hı hı, öz təsərrüfatım da var, şükür Allaha. Burada təsərrüfat eləməsən elə dolanmaq ki, mümkün deyil. dolanmaqdan da əfsər, marağı da başqadır. Hə, əlbəttə ki. Yəni Burada hər Təmiz- növ təsərrüfat sahəsi ilə məşğul olmaq təmiz olar. pendiri, yağı, qaymağı hamısı Düzdür. burdan. Da o baş kətdə yaşayırsan, o işlə məşğul olmursansa, dükandan pendir aldın, yedin, nə oldu? Hı hı, əlbəttə. Şükürlər olsun. Maşallah, çox gözəl. Maşallah gün olsun. Siz də xoş gəlmisiniz bizim kəndimizə, elimizə, Xoş obamıza. Bir an əvvəl biz əslində Xocalı rayonu Cəmili kəndindənik. Hı hı. Sadəcə olaraq oranı Allah onlara nələt eləsin. Oranı elə bir Amin. viran qoydular ki,
Şükür Allah, burada bizim elə kəndimizdən bir kilometr aralıqda. Biz piyada qalxırıq, ziyarət edirik öz evimizi. Şükürlər olsun, burada evlə təmin elədilər. Elə öz elimiz, obamızdır hamısı. Əlbəttə. Allaha şükürlər olsun. Mən Çox şükürlər olsun ki, Allahımdan da 30 ildən razıyam. artıqdır ki, həsrətinizə Vallahi. son qoyuldu. 7 İndiyənə yaşında kimi çıxmışam. Harda 41 yaşayırdınız yaş- indiyənə qədər? İnəgəddə yaşamışam. İnəgəddə, əvvəl, hə. Bakıda. Jek binasında yaşayırdıq. İndi şükürlər olsun. 3 otaq, bir zal ev veriblər. İnşallah təmin ediblər, evinizlə hə. də tanış olaraq görək Problem dövlət yoxdur, sizə girib necə baxarsınız. bir ev verib. Hə, yox şükür Allah. Söhbətimiz Narazı. indi orada Gedək çay bir süfrəsi çay ətrafında içək, hə. davam edəcək. İnşallah. Görək sizdə söhbətlər var. Mənim Allah bütün balaları saxlasın. Çox sağ olun, əziyyət çəkmisiniz. Nə əziyyət var qardaş, xoşdur Allah razı olsun. cümləmizdən. Qarabağ cəmaatı qonaqpərvər cəmaatdır. Borcumuzdur Tanıdı, gələn tanımadı. qonağa. Kim evinə qonaq gəldisə, Bizim çalışır ki, ən yüksək səviyyədə həmin qonağı qarşılasın və eyni vəziyyətdə də yola salsın. düzdür. İndi bu günləri biz Nəriman Abbasovun qonağıyıq. Doğrudan da həyətində çox gözəl şərait qurubdur, yaradıbdır. Həm kənd təsərrüfatı ilə məşğuldur. Elə burada baxdı bir-iki keçi mə Burada, deyirdi. burada da elə keçib baxarsınız. Problem yox. Bəli, heyvandarlıqla məşğuldur. Öz başqa sənətində Başqa var. Başqa hansı mənim sahə özüm üzrə? texnika işi ilə məşğulam. Elə burada da gətirmişəm bir texnikam burada iş olanda elə işləyir, şükür Allaha yəni. Mənə işdə təklif elədilər. Mən yəni dedim ki, şükür Allaha varımdır, işim var. Hər bir şey qaydasındadır. Əsas odur ki, işdən qabaq şükür Allaha öz torpağıma gəlmişəm mən. Əlbəttə. Yəni o bitkə çörəyi hər yerdə tapıb yeyə bilərik. Amma bugünkü gün Amma öz Sən çox- doğma çox- yurdunda olmaq çox bambaşqa. razıyam Allahımdan da. Yəni Allah yenə deyirəm şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində, prezidentimizin sayəsində biz bugünkü günə nəsib olmuşuq. 44 günlük heç bir dünyada belə bir şey yoxdur ki, 44 günü Nə torpaq hisslər alasın. keçirirdiniz? 44 günlük müharibə ərəfəsində inanırdınızmı ki, biz Vallahi torpaqlarımızı işğaldan mən azad edəcəyik? Özü özüm də- Xocalı. Özüm də yazılmışdım. 4 qardaşıq, dördümüz də Könüllü yazılmışdıq, olaraq könüllü yazıldı. olaraq yazılmışdıq. Mənə dedilər ki, yox, sənin yaşına deyil, hələ qarşıdan lazım olarsa çağırarıq. Mən dedim, şəxsən mən texnika ilə anlayışım var mənim. Gedib orada bir texnikada sürə bilərəm, texnikada düzəldə bilərəm. Nəsə indi məsləhət belə olmadı. Amma özüm Allah kömək olsun, bir nəfər var idi, adını demirəm. Bizə maliyyələşdirdi, biz ora isti geyimlər, nə bilim, yeməklər, düz bizə 2 dənə maşınla təmin elədi. Biz ora elə şeylər yəni daşıyırdıq. Daşıdınız. Hə, şükür Allah. Allah onu da canı sağ eləsin. İndi elə bir adamdır ki, adını hallandırmaq istəmirəm. Yəni Ümumiyyətlə elə 44 günlük müharibədə elə bizim yaşadığımız bütün Ağdam rayonunda Azərbaycanda hər yerdə, hamı yəni bütün humanist idi. Azərbaycanın hər yerində hamı əlindən gələni edirdi. bəli. Hamı bir olmuşdu, birlik olmuşdu və əsgərlərimizin yaxşı şəkildə döyüşməsi üçün əllərindən gələn hər şey edirdi. Onu siz demişdiniz, isti geyimindən tutmuş, Hamısın ərzağına kimi, suyuna kimi qarşılayırdılar. Allah, yəni mən sizə Ruh deyim ki, bəlkə yüksəkliyi bir çox olsun. 5 dənə 5 partiya mən qərari yerlərə getdim mən. Çünki o insan sağ olsun. Bizə
maddi köməklik elədi. Biz də getdik. Bizim də köməyimiz o idi ki, maşınla onu daşımaq. Daşınıb Hə, biz elə- aidiyyatı üzrə Hə, çatdırmaq. biz onu yəni dediyi şeyləri çatdırdıq biz hamısını ona. İndi şükür Allaha. Buranın havasını özünüz görürsüz. Çox sərin, möhtəşəm İndi havası biz var. belə vallah biraz axşam düşsün qolsuz oturamıram. Yəni mən nəsə Çətin olar burada Hə, axşam gödəkçə axşam. geyinməsə mümkün adi olmayacaq. bir şey, Yayın istisində həqiqətən də bura nazik cənnət. bir şeylə yatmaq mümkündür. Çünki təbiət qoynunda yerləşir Xan İndi yurdu. bir də qardaş Hər elə tərəf oranı dağ, çək bax gör meşəlik. meşəliyə bax. Baxın, Ora doğrudan meşə, da bu tərəf dağ. sağ meşə, sol meşə, hər tərəf meşə. Hə. Yəqin ki, burada dəniz səviyyəsindən yüksək Yüksəkdir, çox yüksəkdir, hə. Hardasa 1000-1500 metr Hə, olar. yüksəklikdə olar. Çünki gələndə özünüz görürsünüz nə Bəli, qədər hiss edirik qalxırsınız. biz, nə qədər yuxarıya qalxdığımızı hiss edirik onu maşından gələndə. Hı. Mən sizdən soruşmaq istəyirəm, biraz əvvələ qayıtmaq istəyirəm. 90-cı illərə, 92-ci illərə hansı ki bu hadisələr baş verdi? Hadisələr baş Necə verəndə oldu ki, siz doğma yurdunuzdan köçməli oldunuz? Nələr baş verdi? bizim o vaxt? hadisələr baş verəndə biz uşaq idim, amma yadıma gəlir. Bizim bir Uvazda kənd cəmaatın burada güllə borana tutdular. Nə qədər şəhid verdik. Bizdə burada Nizami dayı var, bilmirəm indi bir gündə onu çəkiliş edərsiniz. O bizim İnşallah. kəndimizin qəhrəmanıdır. Maşallah. Bizim kəndimizdən qəhrəmanlar çoxdur. Allah hamısına Allah rəhm can edənlərə sağlığı rəhmət eləsin, qalanlara can sağlığı versin. Burada şəhidlərimiz də çox olub. Bizim bir il elə bizim öz kəndimizin cəmaatı, yəni adi bir qoşalülərlə, təhlülərlə bu kəndi qoruyubdu. Yəni bir ildən artıq. Nizami dayı var burada bizim kəndimizin sakinidir, qəhrəmanımızdır. O 20 nəfəri ayağından güllə yarası, ayağı qopub, yəni vurublar. O bir ayaqla o 20 nəfər cəmaatı xilas edib kəndə çatdırıbdı. Amma özü də bu dəqiqə ayağının yarısı yoxdur. Hə. İnşallah bir gün də o kişini elə çəkiliş eləyərsiniz. O kişi bizim İnşallah, qəhrəmanımızdır. hökmən. Valla çıxanda bizi buradan yollarımız bağlı idi. Biz sağ olsun bizi uşaqları çıxartdılar. Amma böyüklər qaldı burada. Yəni kəndimizi qorumağa. Sonradan da indi dinc əhaliyə Siz 25-dən 26-a keçən gecə bilirsiniz ki, qətliam bəli. faciə baş verdi. Bizdə Ermənilər dekabr soyqırım ayında oldu. törətdi. Siz həmin hadisə olandan sonra Yox, bizdə buranı ən birinci tərk kənd etdiniz. bizim kəndimiz. Aha, burada. Cəmili kəndi Cəmili kəndi. dekabrında yəni o hadisə oldu. Hı -hı. Çünki bura mühasirədə idi. Hə, buranı çıxartdılar birinci. Yəni şəhid olan oldu. Yəni bizdə Ermənilər mi o koridoru açdı, siz o koridorla? yox, koridor çıxdınız, açmaq yoxsa yox. bizimkilər? Ermənilər hələ naborot buradan keçən. Burada öncə maşın yolu yox. Kimi idi. gördülər, vururdular. Hə, vururdular kənddən. Hı -hı. Durub dağın başından oradan bizim kəndi düzdür. Sağ olsun bizim qəhrəman oğlanlarımız vardı kəndimizdə. Yəni onları sustururdular. Hı -hı. Amma sonradan indi biz onları yəni bilmərik də, hə, onları dəstək, onların silahı yaxşı, bizdə nə silah var idi ki? Ay, Amma şükür Allaha, bugünkü günə şükür ki, yenə bu qəhrəmanların sayəsində bugünkü gündə biz bu torpaqlara gəlib çıxmışıq. Onların qanı bahasına gəlib çıxmışıq. Hər sakini bir qəhrəman. Əlbəttə, Xocalının havasını alan hər bir sakin bir qəhrəman. qəhrəman. O dəhşətin içindən Vallahi çıxmaq. indi özümüz Mən 44 günlük müharibə gedəndə heç öz kəndimiz, öz doğulduğumuz rayonu qoyuram bir kənara. Mənim də həssas yerim Xocalı idi. Elə bütün Azərbaycanlıların həssas yeri Xocalı idi ki, yəni bu qətliamları törədən ermənilərə cavab olaraq biz öz torpağımızı geri qaytarmalıyıq. Xocalı hökmən geri qayıtmalı idi və eləcə də oldu. Şükür Allaha bizim igid qəhrəman övladlarımız, şəhid olanlar da oldu, qazi olanlar da oldu. Hamı birlik oldu. 23 hamı bir ailə idi. Müharibə bəli. vaxtı Allaha and olsun 2023-cü adamın ildə özünə xoş gəlirdi. antiterrorda Hə. biz aldıq 23 saata heç bir gündə tamam olmadı Allaha ki, şükürlər biz olsun. aldıq torpaqlarımızı. Ondan sonra bəlkə də fikirləşdik ki, aha, artıq bizə ev verilməlidir. Yavaş. Şükür Allaha. Yəni Amma mən, şükür Allah. mən Allaha and olsun, yəni adam var ki, gözləyim nə vaxtsa verərlər, yox. Hə, Mən özüm gedib xahiş eləmişəm, hə. Ki, mən tələb oradan eləmişəm, gəldim. yəni xahişimi də eləmişəm, tələbimi də eləmişəm ki, yəni mən
Bakıdan ev istəmirəm ki. Hı -hı. Mən öz yurdumdan ev istəyirəm ki, orada gedəm yaşayam. Amma bugünkü gündən şükürlər olsun ki, Allah prezidentimizə can sağlığı versin. Amin. Hamımızın səsini eşitdi, hamımız da ya etap-etapda, yəni Hı -hı. adam var deyir, mənə verilmədi, hamıya veriləcək. Bəli. Yəni Növbə-növbə, mərhələ-mərhələ mən bir şey deyim. tikildikcə verilir zaten. Mən bir şey deyim. Çox adam elə fikirləşir ki, elə hamısı birdən Hı olmalıdır. -hı. Amma hamısı birdən olmalı deyil. Qardaş, bir ailəni normal dolandırmağa adam çətinlik çəkir. Əlbəttə. Nə bilim, bəlkə də mənim qardaşım bilmirəm nə tər dolanır. Amma bu boyda işlər gedir, bu boyda Qarabağda remont bu qədər olunur, infrastruktur layihələri, yəni yollar, bərbad məktəb günü binaları, dolanır. Bəli, evlər, hamısı hamısı Xankəndəki o evlərin bərpası, vallahi yeni hamıya da yeni ev veriləcəkdir, mehmanxanalar, hamı da evinə otellər, təmin olunacaq. parkların tikintisi, hamısı göz qabağındadır. Doğrudan da sağ olsun dövlətimiz, Əlbəttə. hansı ki 2023-cü ildəki bu antiterror əməliyyatı nəticəsində ki biz bu qalan torpaqlarımızı işğaldan azad elədik, Şükürlər olsun. suverenliyimizi tam olaraq bərpa elədik. Dərhal Xocalının bərpasına başlanıldı. Mən yenə də Xocalıdan keçəndə düzdür, orada olmamışam, amma qohum-əqrəbəm orada şəhid olan da var, yəni yaralanan da var. Mən yenə də oradan keçəndə bir səmimi olaraq deyirəm, yəni çəkiliş üçün demirəm, Allah hamd olsun. Mən oradan keçəndə yenə də məni bir elə bilirəm ki, Qəhər boğur insanı istər-istəməz. faciələr indi kadrlarda görmüşük də biz, önünüzə gəlir. yəni o faciələr elə bir ki, yenidən canlanır. Hı -hı. Yenə bilsən ki, elə bu ora bir abidədir. Yəni Evet. Xocalı özü bir abidədir. Bilirsiniz ki, Xocalının girişində də Xocalı Allah Memorial kompleksi, prezidentimizin sayəsində Xocalı o soyqırımı Memorial sağ olsun, kompleksdə bizə bir tikildi. abidə yaratıb Bəli. burada. İndi xaricdən gələn turistlər, yerli Bu və xarici soyqırımı turistlər təqdim belə, eləyək ki, bizə həmin o muzey, o memorial kompleks, insanlar ora daxil olduqda, o müzeyə daxil olduqda insanın beynində həmin anlar canlanır. Çünki elə bir möhtəşəm şəkildə o qurulub ki, onun içərisi bütün sahələr canlandırılır. elə faciələr həmin şey təkrarlar Bəli, bəli. görsənir. Orada əyani şəkildə xarici gələn turistlər, diplomatlar, blogerlər, jurnalistlər hamısı o faciəni sanki orada hiss edir, yaşayır. Yəni Düzdür. sağ olsunlar ki, o kompleksi tez bir zamanda Vallahi tikildi. İndi çox adam indi baxırlar günündə də çəkilişə, təhvil biri verir. danışanda deyirlər, hə, bu yalandan danışdı. Vallahi mən səmimi olaraq öz ürəyimdən gələn deyirəm ki, mən çox razıyam. Yəni bura köçməyimdən razıyam. Şükür Allah indi hamımız bir tikə gedib pul qazanıb ailəmizi dolandırırıq. Bu ərazidə qaz varmı? Hər evinizdə? şeylə təmin olunub. Çünki Bəli. məlumatda oxumuşdum ki, burada Var, yüksək var. sürətli internet, Hər qaz bir şey var. xətti, işıq daimi yanır. Bəli, Hamısı bəli. yəni var da. Bu İndi reallıqda işıqlar indi köhnə xəttədir hələ ki, Hı hı. təzə xətt çəkiblər. Bəli. İndi söz veriblər ki, təzə xəttə qoşulacaq. Bizdə biraz Bəli. indi çətinliklər olur. Köhnə xətti deyənə sönür, yanır, o başqa Amma şey. hər halda bərpası gedir. Bərpası də. gedir, amma Yaxınlaşır yaxın Xanyurdu vaxtlarda deyir, kəndinə. quraşdırılacaq deyir, təzə xətti Aha, çəkiblər. Ücə var. Hə, var. Artıq var. Hə, inşallah. Şükür Allah. Bizim də istəyimiz odur ki, Qarabağa köçən hər bir məcburi köçkün, keçmiş məcburi İndi köçkünlər şükür hamısı Allah, burada öz yerimizdəyik. Daha keçkin gözəl yaşasınlar, mehriban yaşasınlar, xoşbəxt yaşasınlar. Heç bir şeydən istəyirik ki, korluqları olmasın. inşallah da hamı istəsə Eləcə də bitki. sizin. Allaha şükürlər olsun. Sizdir ki, sizə də minnətdaram ki, gəlirsiniz bu gözəllikləri bizlə maraqlanıb çəkirsiniz. Borcumuzdur. Vallahi yəni Biz çox bilməliyik razıyıq. ki, Azərbaycan xalqı Bir vətəndaş bilməlidir kimi ki, yəni bəli, xalqımız da bilməlidir ki, burada köçürülən insanlar necə yaşayır, məhz onların istəyi nəticəsində biz buradayıq ki, görək həqiqətən də bura köçürülən insanlar necə dolanır, dolanışığı nədir? Məsələn, indi siz deyirsiniz, mən kənd təsərrüfatı ilə məşğulam, başqa sahəm də var ki, onunla da məşğul Hə, olacağam. şükür Allaha. İndi az öncə Niyaməddin Abbasovun evində qonaq olmuşduq Ballıcada. O da öz ailə biznesini açıb. Ona görə ki, öz dolanışını təmin eləsin. Həmin o verilən evi atmasın. Bir də yenidən Bakıya, digər ərazilərə Yox, qayıtmasın işə görə. Hərə öz başını necə deyərlər, dolandırır. Dolandırır. Baxırıq ki, hə, maşallah olsun, Şükürlər olsun. hamı Yəni razıdır. sən hər yerdə işləmək olar. İndi şükür Allaha görürsüz Ağdamda nə qədər tikilişlər Əlbəttə. gedir. Bu hamısı birdən-bir olmur. Hamısı bərpa olandan sonra hər bir insan öz dolanışığını da tapacaq. Əlbəttə. İş yeri də açılacaqdır. Şükürlər olsun. Yavaş-yavaş da yəni birdən-bir olmur heç bir şey.
Bəli, indi biz istəyirik ki, evi, sizə verilən evi də Gedək, çəkək. problem yoxdur. Daha sonra reportajımızı yenə də davam elətdirəcəyik. Bura bir otaqdır. Bəli. Hörmətli Bu mənim oğlumun tamaşaçılar. otağıdır. Oğlum idmançıdır. Bəli. Maşallah olsun. 2 dəfə Azərbaycan bayrağını Türkiyədə dalğalandırır. Avropa dünya çempionudur. Dünya Maşallah. kubokunun sahibidir. Birinci dərəcəli idmançıdır. Maşallah. Ölkəmizi Maşallah, gözəl hə, şəkildə bunlar təmsil hamısı edir. Görün nə qədər medalı var, hörmətli tamaşaçılar. Baxın, bunlar hamısı hərəsi başqa-başqa idman sahələrində Türkiyədə var, İranda yarışlarda var. qazandığı medallardır, baxın. Bu da qəzetdə, Diplom. bir diplomlar Qəzetdə, çoxdur. Diplomlardan Məqaləsi çap diplomları çoxdur. Hı hı. Həddən artıq çoxdur diplomları. Maşallah. Hə, prosto da indi özdə Burada olanlar- deyilmi oğlunuz? Burdadır. Amma çöldədir, danışmaq hə. istəmir, hə? Hə, Hə, bura orada. oğlunuz otağı. Hə, onun otağı. Maşallah geniş fərəh otaqdır. Genişdir, şükür normal. Allaha. Yerimək mümkündür, qəşəng. Bura Bura- bir otaqdır. Bura. Digər bir otaq, Hə, bura bir otaqdır. Bu o bir uşaqların otağıdır. digər övladlarınızın Hə. otağıdır. İndi işıq yanırsa, bəli, biraz aydın çəksin. Bu da geniş bir otaqdır. Hə, Baxın, bilməz. hörmətli tamaşaçılar, çox geniş bir otaqdır. Yox, şükürlər olsun. Maşallah. Kaş ki Ağdamda tikilən evlər də belə geniş olaydı. Bura zaldır. Bura İndi zaldır. bura axırda çəkəcəyik. İndi növbəti 3-cü otağa gedirik. Burada bir Burada otaqdır. genişdir. Maşallah Bura da olsun. genişdir. Şükürlər Baxın. olsun. İndi buranın da işığını yandıraq. Biraz, aha. Maşallah, çox Buradakı, geniş, hörmətli izləyicilər. Bu mənzərəsi də budur. Aha. Pəncərədən Hə, mənzərə- açdığınız promoy dağ mənzərəsi. Maşallah. Dağa baxır. Pəncərənin mənzərəsi də açıldığı zaman. Bu da çox geniş bir ərazidir. Maşallah olsun. Həddindən Maşallah artıq gününüz olsun. çox genişdir. Burada bir otaq. Allah xoşbəxt yaşamağı Sağ ol, nəsib eləsin. Allah köməyiniz olsun. Baxın, zal da, qonaq otağı da çox genişdir. Bura hardasa bir metrajla nə 9 qədər? metr. 9 metr uzunluğu var. Eni nə qədər olar? Eni 5 metrdir. Maşallah. Özəki Şükürlər günün olsun. günorta vaxtı pəncərəni açıq qoymaq bəs edir ki, da burada sərinlik İndi bu yaransın. pərdələrimiz də yuyulub da. Eybi yoxdur. Yay vaxtıdır. Əlbəttə ki, hər şey təzədən yuyulmalıdır. Nəriman Abbasovun təsərrüfatı. Keçin balacan. Heç vecinə deyil ha yəni. Orxan Yox, Bey deyil. şüarı eləyib. Yox, indi vecinə oldu. Bəli. Nəriman bəy, maşallah olsun. Burada Maşallah gününüz olsun. təsərrüfatınız çox genişdir. Sağ olun, Qoyun, yavaş, quzu, yavaş. keçi. Eləmi? Hə, Yoxsa orada- danalarınız da var? Yox, yox, hələ ki ondan yoxdur. Elə Hə. keçi də biraz qoyun. Bunu özünüz almısınız, yoxsa dövlət də Yox, yox. köməklik edir? özüm almışam. Özünüz almısınız. Amma məşğulluq proqramına qoşulsanız, Qoşulsam əlavə yenə də sizə yox, keçi getdim dedilər sənin öz işin var. sən var, düşmür, hə? Üzə ehtiyac deyil. Hə, vermir də özüm də məcbur qaldım özüm aldım. Maşallah. Maşallah gününüz Yaxşı olsun. eləmisiniz, Burada elə doğrudan da. həyətdir, burada başqa cür. Elə belə dağ yerində Hə. hökmən ki siz bu sahə ilə məşğul olmalısınız Yox, ki, indi yaxşı öz gəlir əldə hə edə də o bilərsiniz. işin başqadır, bir də ki bu Bu belə ərazi sizinmi? hə bizim Bu ərazi, Burasıdır maşallah. Geniş ərazidir. Elə burada təsərrüfatınızı elə yaxşı saxlaya təsərrüfat üçün bilərsiniz. buranı nəzərdə tutmuşam. Bura demək, Bura onların hə bura oradan burada mı qalıb. saxlayırsınız içəridə? Elə yay vaxtı Yay orada vaxtı orada, sallanır, qış görürsən vaxtı yağış ayrıca düşünmüsünüz. Hə bu deyə bura belə deyil. Hamısını bərpa Hə. eləmişəm. Bax görürsüz indi Düzəltmisiniz. düzəltmişəm buraları. Yavaş-yavaş da, yəni deyir, bağa baxarsan bağ olar, baxmarsan dağ olar. Biz də istəyirik ki, bağ eləyək də, dağ eləməyək. Siz dağın ətəyində bağ Hə, yaratmısınız. bağ yaratmışıq. Şükürlər olsun. Qəşəng necə deyirlər? Dağın ətəyində, dağın başında bağ Bax, bu yaratmısınız. cür şəraitin Hörmətli tamaşaçılar, həmin o keçilərin, qoyunların bax yay vaxtı qaldıqları yer buradır. Sərin ona nəzərdə gözəl tutmuşam yerdir. buranı mən. Nəzərdə tutub ki, burada onları saxlasınlar, həmin heyvanı, qoyunu, quzunu. Əladır. İlan, çəyən belə şeylər varmı burada? Görmüsünüz? Yox, qarşılaşmısınız? rastıma çıxmayıb hələ ki. Hava sərindir deyim, burada elə olmaz Yox, amma, burada hə? olar siz
yaşamamış yer olub da bura. Əlbəttə. Neçə il yaşanmayıb burada. Yaşanmayıb. Hə, Ona görə yəni də onun insan diqqətli olmaq ayağı lazımdır. dəyan yerdə uca yavaş-yavaş çəkilib gedir də Bəli. səs-küydən. Qoyunlar da istirahətə çəkiliblər. Hə də indi Hərəsi bir səhər-səhər tərəfində. gedir. Operatorumuz Axşam. göstərsin. Sağ olsun qonşum elə öz heyvanlarla bir yerdə İndi aparır. Allah kömək olsun. cənab prezident də mən bura gəlməmişdən öncə baxdım onun Xan Yurduna, Ballıcaya olan səfərlərində. O Bəli. qeyd etmişdi ki, mən burada yaşayan, göstəriş vermişəm, burada yaşayan əhaliyə Torpaq əlavə sahəsi torpaq sahəsi veriləcək. Bəli, o da nəzərdə tutulub və burada dedilər. insanlar kənd təsərrüfatı ilə məşğul Bəli, olmalı. bəli. Yəni İndi burada deyin örüş görün. sahəsi də Hı. gözəldir. Heyvan Bəli, otarmaq örüş üçün sahəsi hər də bir demiş şey ki, şərait qurulmalı. yəni var. Yəni möhtərəm prezident də qeyd edib ki, yəni hamıya yəni İndi şəri siz, qədər veriləcək. Burada mı otlağını təmin edirsiniz bu qoyun Yox, quzunun? yuxarılarda örüşə o tərəf örüşə sağ olsun qonşum var. Maşallah Allah hər yer kömək olsun. yaşıllıq deyir, hara parçalıq yəni- deyəcəklər. Allah kömək olsun. Mən yəni Qarabağ qonşum var yaşıllığı bir ilə qardaş siz. kimi elə mənim də öz heyvanlarına qatır heyvanımı Hə, aparır. Allah sağ onun da olsun. balasını saxlasın. Allah Minnətdaram ona da. ruzinizi, bərəkətinizi bol eləsin. Canınızı sağlam Sağ eləsin. ol, Elə Allah bu razı gözəl olsun. diyarda, Xocalı diyarında yaşayın, qurub yaradın. Siz də nə vaxt gəlsəz, yəni bu gün çəkilişlə gəlmisiniz, amma başqa vaxtda qonağımız hər zaman gəlib qonağımız ola bilərsiniz. Elə Allah bilsin, razı olsun. burada bir qardaşınızın evi var. Nə vaxt ürəyiniz istəsə. Çox sağ olun. Allah Siz sizdən də var razı olun olsun. qardaş. Əziyyət Hörmətli çəkdiniz. tamaşaçılar, bu günləri məhz Nəriman Abbasovun həyatı ilə, onun yaşantısı ilə, yaşam tərzi ilə sizi tanış elədim. Xocalının Xan Yurdu ərazisində. Maşallah olsun, çox da gözəl qarşıladı. Borcumuzdur. Biz Ee, Qarabağlıların borcudur utanmadan, hər bir şey. Yox, burada çəkinmədən nə var ki? Öz təsərrüfatını bizə göstərdi. Allah bədnəzərdən qorusun. Utanc odur Hə, ki, gedib hardansa oğruq eləyəsən. əlbəttə ki. Öz Amma zəhmətimizlə. Öz alın tərinizlə, zəhmətinizlə qurub yaratdığınız təsərrüfatdır. Şükür Allaha. Allah Allahım bundan da çox eləsin, bol Sağ eləsin. olun. Heç vaxt buraya köçdüyünüz üçün peşman olmayasınız. Şükür Allaha. Hələ ki də Hə. peşman deyiləm. Maşallah, hamının arzusudur ki, elə bax belə sərin, gözəl turistik Vallahi yerə çox köçək. adamın arzusudur. Gələn adam deyir ki, halaldır vallahi. Turistik bir zona da torpaq almaq mümkün deyil, çətin, Allaha bahadır. and Amma olsun. sizə maşallah Şükür dövlətimiz ki Allaha, verib, hər bir öz şey- yurdunuza qaytarıb, maşallah. Bizim olsun. öz vallahi sağ olsun bizim kənd sovetimiz deyək də, kənd nümayəndəmizin Ramiz müəllimə də təşəkkür edirəm ki, vallahi nə deyəndə canla başla bizdə Kənan müəllim gəlir, maraqlanır, hər bir şeylə maraqlanır. Yəni bir problemimiz olanda yığırıq Kənan müəllimi, Ramiz müəllimi ki, belə bir problemimiz var. Yəni ərinmədən gəlir. Yəni dəstəyini bizim- nümayiş edər. o da indi onun da sənə şeyi odur ki, gedir hardasa bir quruma deyir ki, bu kəndin bu problemləri var. Aha. Yəni çalışdığı qədər də yəqin Onun ki, özü də böyük bir şəhər. əlbəttə, yəni orada vasitəsidir, o da Bəli, gəlir. vasitəçi kimi problemi Bir neçə dənə çatdırır. problemlər vardı, o gün gəldi, biz ona çatdırdıq hamısını. Yəqin ki, etap hamısında eləyəcəklər inşallah. Təşəkkür edirəm hamısına Çox da, sağ sizə olun. də təşəkkür Allah edirəm köməyiniz olsun. ki, Gözəl münasibətə minnətdaram görə, ki, gözəl gəldiniz, qarşıladığınıza çəkiliş görə. elədiniz, bizim Borcumuzdur. yaşam tərzimizlə maraqlanırsınız. Allah sizdən Həmişə. razı olsun. Sağ olun, var olun. Minnətdaram. Nə vaxt gəlsəz, qulluğunuzdayıq. Çox sağ olun. Sağ ol. Hörmətli tamaşaçılar, əziz Qarabağlılar, bu günləri Xan Yurdu kəndində mən bloger Orxan Şirinli məhz Nəriman Abbasovun həyat tərzi ilə sizi tanış elədim. Növbəti çəkilişlərimizi istəyirsinizsə, hökmən mənə yazın, bildirin. Sizin də evinizə gələk, belə gözəl çəkilişlərimizi, sizin həyat tərzinizi, yaşantınızı nümayiş elətdirək. Çox sağ olun, bizi izlədiyinizə görə təşəkkür edirik.